76 yaşında xanım pasiyentdir. Daha əvvəl açıq bir əməliyyat olunubdur. Yoxsa sizdə stent qoyulubdur? Stent qoyulubdur. Xəstə hal-hazırda ikili qandırıcı dərman içir və bu xəstələrdə varikoz xəstəliyi fonunda çox saylı genişlənmiş qıvrım damarları balaca dəlikdən çıxartdıqda qanama ehtimalımız daha da artır. Ona görə də bu xəstəlik üçün də ən uyğun variant kimi Tevla dediyimiz, hansı ki total lazer əməliyyatını daha uyğun bildik. Burada ana damar digər bir lazer kateter ilə və genəlmiş qıvrım düyünlər isə hər biri ayrı-ayrı vazafiks daxil etməklə onlar da daha nazik, incə kateterlə aradan qaldıracaq. Lazer krosektomiyası edirik. Yəni sonuncu şaxa daxil hər birini lazerlə qapayacaq. Demək, həm magistral problemli damarı, həm qıvrım damarları, həm də problemin kökünü lazerlə bir-bir aradan qaldırmış olacaq. Əməliyyat yalnız yerli keyitmələndir. Əməliyyatdan dərhal sonra xəstə durur, normal, rahat şəkildə gəzir və əməliyyatdan sonra inşallah bircə gün damar cırabı geyinir. Bizlər isə bu nöqtələrdən ibarətdir. Yox deyə biləcəyimiz qədər kiçikdir. Yəni, iynənin ucu sadəcə batıbdır. O baxımdan yox deyə biləcəyimiz qədər kiçikdir. Beləliklə, Tevla əməliyyatı bitdi, nəticədə mükəmməldir. Yalnız yerli anesteziyadır. Ana, sizdən xahiş edəcəm Rişat xanım. Ayağınızı göyə qaldırın, yuxarı qaldırın. Bu ayağınızı qaldır. İndi ver yaşanır.